Dostlar, siz birjaya pul daşıyan trader olmaq istəyirsiniz, yoxsa birjadan pul daşıyan trader? Əgər siz birjadan pul daşıyan trader olmaq istəyirsinizsə, onda 1% traderlərə qoşulmalısınız. Əgər birjaya pul daşıyan trader olmaq istəyirsinizsə, 99% traderlərə. Seçim sizindir. İndi isə gəlin diqqətlə baxaq. Birinci növbədə TikTokda daxil olduqda burada belə bir link görürük. Yeni trader və yaxud da tradingi öyrənmək istəyənlər, tradingdə öyrəndikdə nələrdirsə çətinlik çəkənlərə aiddir. Bunu çoxları tanıyır. Bu qrupda mən o vaxtı belə bir sorğu keçirdim 17 fevralda. Yəni istəyirsinizmi yeni başlayan traderlər üçün? Yəni qrup yaradım. Qrupda əsas hansı mövzular öyrənməlisiniz onlar olsun. Yəni yeni traderlər üçün yəni baxıb öyrənsinlər, həm də qazanc əldə edə bilsinlər. Birinci növbədə mən bu qrupda çoxlu mövzular paylaşıram. Bəziləri mənə müraciət edirdi ki, mən necə eləyim, nətər eləyim, hansı mövzuları öyrənim və 10 nəfərdən demək olar ki 8-i qazanc əldə edirdim. Mən də hər dəfə hamıya bir deyirdim ki, hardasa beləncə bu mövzular əsasdır. İndi isə deməmişdən əvvəl mən belə bir fikrə gəldim. Oraya keçməmişdən və diqqətlə baxın. Deməli görə neçə dənə adam burada seçim eləyib? 5 adam, 19 adam bəlli deyir, 2 adam belə bir söz işlədib, seçim olub bir adam belə, 5 adam da belə, 19-un üstünə 5 gələndə bunlar ikisi eyni şeydir. Və 27 nəfər səs verib, nə qədər çox səs verirsəniz, bir o qədər xeyirdir. Və daxil oluq burada axırıncı belə yeni bir qrup yarandı. Yəni bu qrupda ancaq yeni traderlərin ilk addında, yəni nə lazımdırsa onlar olacaq. Vurasınız bu hissəyə və bu hissəyə daxil olursa həmən qrupa. Və yuxarıda burada gördüyünüz kimi bu hissəyə daxil vurasınız. Gedirsiniz, bu hissə hardasa ikinci postdur. Birinci növbədə bu kitabı köçürdürsünüz. Bu kitabda mən düzəlişlər eləmişəm. Bəzi şeyləri çıxartmışam, bəzi şeyləri saxlamışam. Əsas lazım olanları saxlamışam, əsas lazım olmayanları, lazım olmayanları çıxartmışam. Bu kitab demək olar ki, vərəqləri yenilənib. Yəni köhnə kitab deyil. Bunu indi köçürtməlisiniz siz. Bu kitabı. İndi isə gəlir bura. Kim Forex-də məşq eləmək və yaxud da trade eləmək istəyir, Exnes və XM broker var. Köçürdük, qeydiyyatdan keçib demo versiyanı qoşub edə bilərsiniz. TradingView-nun rəsmi linki var. Yəni analiz eləmək üçün qrafiki TradingView-dur. Ondan əlavə YouTube kanalı rəsmi linki var. Telegram qrupu o əvvəlki Telegram qrupudur. Əgər future-lərdə olacaqsa Binance-dir. Binance-in rəsmi linki, MixBirjanın rəsmi linki, Get.io və s. Bu da kimsə istəsə köməlik edə bilər, onsuz da heç kim də köməlik eləməyib. Daxil oluq növbəti. Növbəti hissədə sizə belə bir sual verir, yəni seçiminiz. Hər kəs trader ola bilir, amma yalnız 1% əsl kazanan olur. Hansından olmaq istəyirsiniz, yəni seçim edirsiniz. Sonra gedir. Növbəti 1. Hansı trader olmaq istəyirsiniz? Bayaq verdim, birjaya pul daşıyan trader, yoxsa birjadan pul daşıyan trader. Yəni seçim edirsiniz. Gedir, burada əsas mövzulardır. İndi o kitabda olan mövzular burada oxuyanda görəcəz, bəziləri kitabdan pozulub. Yəni yenə deyirəm, kitabda olan əsas mövzuları öyrənirsiniz. Burada köhnə videoları əlavə eləmişəm, yeni videoları da olacaq. Baxa gəlirsiniz. Gözümü başqa bir yerdə siz 200-300 manat verib bunları öyrənirsiniz. Burada hamısı təmənnasızdır. Formasyonlar deyirlər, dəstək və müqamətdir. Swing nə deməkdir, odur. Fikir verin. Öyrənə gəlirsiniz. Gəlirsiniz. Burada future'dir. Artıq future'dir. Görürsünüz ki, future'dir. Bax, future'dən başlayır. Kim future'da trade eləmək istəyir, öyrənə bilər bunu. 200-300 manat öyrədirlər. Bir dənə future'da trade etmək üçün. Amma burada yenə də sizin üçün pulsuzdur, təmənnasız. İlk addımlar üçün nələr lazımdır? Sonra Bybit göstərir, Bybit isə lazımdır. Binance öyrənsəz kifayət edir. Davam edirik sonra. Burada mövzular var. Və long short və s. gəlib çıxdıqda likvidlik nədir? Fikir verin. Likvidlik nə deməkdir? Hamısı burada var ətraflı. Gəlirik və bu hissədə fikir verin. Bu hissəyə çatanda belə bir yazı yazmışam. 17 fevrala düşür. Diqqətlə oxuyun. Yəni trendline strategiyası və sifariş blokları 6 hissə, yəni bunu əla öyrənməlisiniz. Budur. O bilən də öyrənməlisiniz. Bu sadəcə bir video bir neçə dəfə baxmalısınız ki, tam qavraya biləsiniz. Hər hansı bir insan bir dəfə baxın kimi anlamır. Çünki birinci dəfə baxsın, ikinci dəfə növbəti gün təzədən baxsın, bir balaca anlayırsan, üçüncü dəfə təzədən baxanda tam anlayırsan videonu. Mən özümdə hər hansı bir mövzunu onsuz bir dəfə baxmanı tam anlaya bilməmişəm. Bir neçə dəfə baxmışam. Bu həmən o sifariş blokları haqqında birinci hissə, ikinci hissə, 3, 4, 5 və 6. Gördür. Yəni əla öyrənməlisiniz. Gedirik və buradan fikir verin. Bu videoda diqqət yetirməlisiniz. Burada da göstərilir. Traderlər üçün praktiki bilik platformaları. Bu kanalda ilk növbədə yeni inkişaf etmirsə, mövzə risk idarə etmə, düzgün giriş, psixologiya, strategiya və s. Bəzi şeylər danışılacaq, bəzi şeylər isə danışılıb artıq. 90% traderlər niyyətli, çünki sistemləri yoxdur və s.
Oxuyub özünüz görəcəksiniz. Bu VIP qrupumuzdur. Bu hissəni də diqqət yetirirsiniz. Baba bu hissə ən çox diqqət et. Birinci, ikinci, üçüncü və dördüncü. Əsas diqqət edir. Sonra gedir davam insanların bəzi fikirləri. Sonra bu hissəyə də diqqət yetirib baxdıqda görəcəksiniz. Getdik və burada baba bəzi məqamlar danışılır. Yəni vacib məqamları götürəndə ən axırıncı video vacib məqamlardır. Yəni adından göründüyü kimi traderlərin ilk addımları. İndi TikTok'da da qoyulub mövzular. Deməyim nədir? Üstə vuranda qalxsan promeni yuxarı. Bax, ətraflı kim mənim bütöv strategiyamı, analiz strategiyamı öyrənməsi artıq burada qiymət budur. Ancaq yalnız 5 nəfərə. İndi gəlin bir söz. Yəni heç ehtiyac yoxdur bunu gəlib siz ödəməyə. Mənə. Bəzilərindən fərqli olaraq mən sizdən bu boyda hansı ki qıraqda siz bundan öyrənə biləcəyiniz mövzular. Görün bu. Bircədə işləmə 200 manat öyrədilən insana işləməyi. Başa salınıb. Çinlər, ətraflı hamısı nədir? Future-də izah olunub. Gözümü. Sonra dəstək və müqammət, formasyonlar, trend xətləri, bunlar hamısı 200-300 manat öyrədilən. Burada təmənnasızdır. Sizin üçün ilk addımda yəni ehtiyac yoxdur pul verib öyrənməyə. Xəçirivanın nə deyib, bəzi sillər öyrədilirsə, bəzi məqamlar danışılır, psixologiya haqqında danışılır, növbətəli videolarda çəkiləcək sizlər üçün narahat olmayın. FVG haqqında danışılıb. Hər kəsin tradingin, yəni bəzi sillər haqqında da söhbət olunur. Güzgü strategiyası haqqında da sizə izah olunur. Yəni likvidlik nədir göstərir. Bunlar hamısı sizə pulla öyrədilir dostlar. Niyə patentlər işləmir, diqqətlə baxın. Bəzi məqamlarda gözümü. Yəni formasyonların bəziləri də gözün işləmir. Niyə səbəbi izah olunur? Tradingin silləri, trendlərin strategiyası. Bu mövzu gətirin bilin bütün mövzu. Bu mövzunun özü bütöv 6 hissə ki mən çəkmişəm. Onun dəyəri 2000-ə qədərdir. Online'da bax 2000. Üstə dollar qədərdir. Bu 6 hissə sizə təmənnası çəkmişəm. İlk addımlarda sizin köməyiniz olacaq. Həddindən artıq. Bir də sizə bir sözüm. Sifahiş bloklar ən çox işləyir. Əgər future-da işləyirsənsə ilk 5-lik və 10-luq arası ən çox işlənir. Sifahiş bloklar diqqət yetirirlər. Bu mövzular. Sifahiş bloku gedir. Order blok sifahiş blokudur. Diqqətlə baxın, öyrənin. Əgər qızılda işləyəsənsə Forex-də, əlbəttə ki bunu sən bilsən əla super. Tək bunu yox, burada olan mövzuların hamısını. Gözümü. Hamısı izah olunur, başa salınır. Adicə bir dənə gözümü. Sadə bir təzə başlayan traderlər kimi qrafikin analizi olunur. Prosta biraz böyük time frame-də necə nələr ətraflı danışılır hər dəfə. Birinci hissə, ikinci hissə. Sizə çox kömək olacaq bu videoların. Üçüncü hissə və dördüncü hissə. Diqqətlə baxın, öyrənin. Ondan sonra insanların fikirləri. Başqa videolarda baxa bilərsiniz. Əsas bunlardır. Bu Forex-də aiddir. Qızılda loto görə nə qədər eləyir. Bu hissədə izah olunur insanlara. Necə eləmək və s. Bəzi qaydalar silləri, həmən o risk menecmenti və s. Disiplin və s. Çox videoda deyilir burada. Bu hissədə sizə zəif bir strategiya haqqında danışılır. Necə milyonlar qazanılıb, necə stabil olmalısan, market makerlər sizdə nələr gizlədir. Qabaq mən bu mövzuların hamısını bir insanlara deyirdim adları. Və yaxud da göstərdirdim. Hər mənə müraciət edən insan demirdim ki, başqaları kimi gətir mənə pul ver, kursumu öyrədim, mənim şəxsi strategiyamdır, dostlar, pul verməsən öyrətməyəcəm. Elə bir şeylər demirdim. Mən insanlara soruşanda sadəcə səndən aslında ciddi yanaşmaq, öyrənmək, tam öyrəndikdən sonra məşq eləmək. Məşq elədikcə demo versiyada. Demolar nə üçündür? Sən öz real pulu risk atmadan məşq etsən. Əlin yatdı, öyrəşdin, özü tam qavradın. Gördün, özünü stabil idarə edə bilirsənmi? Bütün video baxanda görəcəksən. Yəni aç göz döysən, tamağına güc gələ bilsən və s. Qrafikdə çox yeri düzgün görə bilsən və s. Ondan sonra reala keçə bilərsən. Qızılın keçərsənsə Forex-ə 200-300 arası balansı artırmaq artısa lazımdır. Bu bir. İkincisi, mən bu boyda təmənnasız videoları başqaları kimi sizi məcbur edib özümə referal eləmirəm. Ki, emin ol ancaq mənim referalım olanlara mən təmənnasız neysə deyirəm. Yox. Gəlib mənə müraciət edən insanlara deyilən hər təqribən 10 nəfərdən tək ən azından 6-sı son 7 ay ərzində də indi belə götürək. Gedib uğur qazanıb. Bax. Bu qrupdakı mövzular. Bu sadəcə indi bu ayrıca qrup elədim və yenilərini də çəkəcəm. Sizin üçün narahat olmuyor. Hansılar ki onlara demişəm, əlavə sizin üçün də çəkiləcək. Yəni tam göz gəlib bu 20 fevrala kimi sən bütün hamısını öyrənəndən sonra tam hələ öyrənə məşq edirsən. Gəlib tam bu tarixəcə öyrəndikdən sonra, ondan sonra məşq edirsən. Görürsən, stabillik yatırsa, bundan sonra da videolar var, öyrənməlisən əlbəttə ki. Bundan sonra da videolar olur. Sadəcə prosta real balansa tam ucu keçmirsən. Əgər real balansı keçmirsənsə, sən ən azından bu tarixdə olanlara kimi öyrənməlisən və o vaxta kimi məşq eləməlisən. Əlbi yatırtmazsan, nəticələrə baxmazsan. Sənin açdığın 10 əməliyyatdan ən azından 7-si və yaxud da ən pis momentdə 6-sı düzgün çıxmalıdır. Səbirli, disiplinli olmalısan. O vaxtda ətraflı danışılır, onunla
Yenə də deyirəm, mənim müraciətə insanlara məcbur edim bir deyim, indi deməyəcəm. Hamısı gəlib bu qrupda baxa bilərsiz. O bir qrupda YouTube'da, TikTok'da qarışıqdır mövzular, ancaq mövzulardır. Siz baxırsınız, çaşırsınız, bilmirsiniz, onu götürün, bunu götürün, təzə başına necə eləyim, necə eləyim, çaş-baş qalırsınız çoxunuz. Ancaq mənsə seçilmiş, ancaq sən bir ömür boyu, sifariş blokları bir ömür boyu lazım olacaq, diqqətlə öyrənin. Yəni, məndəki bəziləri kimi versiya 1, 2, 3, 4 kurs deyir məndə. Mənsə elə mövzular deyirəm, bax, trendline strategiyası, sonra şam pattenləri sizin ömrünüzün axırınca lazım olacaq. Sonra neydi bu? Baba, burada dönüş pattenlər və sonra ömrünüzün axırınca lazım olacaq. Yəni ən əsas 1% insanların, yəni sillərin setirəm. Bu strateji orada blok haqqında fərqi bu 6 hissənin 6-sı da. Yəni tək bunu demirəm, 6 hissənin 6-sı da görürsünüz, fərqi 4-ün. Hamısı isə ömrünüzün axırınca lazım olacaq. İllər keçsə də belə bu hissə lazım olacaq. Bunun vasitəsilə, yəni buradakı indi qrup atmışam da mövzuları tam öyrənib 1 aya, 2 aya insanlar gedib 10 nəfərdə ciddi yanaşıb, diqqətlə öyrənib, məşq edib məşqdə ciddi yanaşmaq lazım. 10 nəfərdə 6-sı uğur qazanır. 10 nəfərdə 6-sı uğur qazanır. Yerdə 4 nəfər odur ki, tənbəllik eləyir. Niyə uğur qazana bilmir? Çünki onlar məşq vaxtı ciddi yanaşmırlar, ona görə uğur qazana bilmir. Mənim fikrim, əgər tutam ki, Forex-də 0.01 eləyirsənsə, standart olaraq məşqdə 0.01 aparsan, birini 0.02 eləmsən və yaxud da götürüb hər hansınsa 0.5 ilə açmısan ki, nə var ki, mənfiyə getdim. Sən məşqi ciddi yanaşmaz. Vaxtda videolarda danışıb, ətraflı danışıb da baxıb öyrənəcəksiniz. Məşqi ciddi yanaşan realda da ciddi olur. Yenə də mövzular çəkəcəm dostlar, narahat olmayın. Yəni sizlər üçün ayrıca çəkəcəm. Daxil olub baxıb öyrənə bilərsiniz. Hərənin öz fikri də, hərənin öz, yəni yenə də heç kimi mən məcbur eləmirəm, heç kim də məcbur referral linkinə qoşmuram. Kiminsə könlündən keçirsə referral ola bilər. Məşqimiz də TradingView vasitəsilə keçiriləcək. TradingView haqqında da engədə videolar var. Rəsmi linki buradadır. Yəni fiktivli linkə keçməm üçün rəsmi link buradadır. Daxil olub TradingView-dan keçib orada məşq eləyir, görgənli bütün qrafiklər, hamısı TradingView-da məşq olunur. Qalanları da istəsəz Binance-da, yəni demoda məşq eləyə bilərsiniz, analizdə TradingView-da aparılır. Amma istəsəz Binance-da məşq eləyin, istəsəz bunlarda məşq eləyin, fərqi yoxdur. Sizin seçiminiz öz-özündə, yəni. Hələlik dostlar gələn videolara gedən, like vurub bölüşün. Ən azından heç nə deyirəm, bu boyda mövzuların hamısını öyrənən insan məşq eləyib 50 yatandan sonra gedib aylığını hardasa 1000, 1500, 2000-ə kimi təqribən elə ay olub ki, $800 ayına pul qazanır, elə ay olub ki, 1500 və yaxud 2000-ə kimi ayına pul qazanır. Baxır neçə dəli insanlar var, işləyir, vaxtı yoxdur və s. Mən onlarla bir də görüşmürəm, eləmirəm, neyimə gərəkdir, insanlar müraciət edir, insanlar deyirəm, budur, ciddi yanaş, budur. Yəni, əlbin altında təmənnasız olaraq videolar var. Bu bir. Belə insanlar var ki, bu mövzuları öyrənib, gedib qazanıb, sonra gəlib mənim gördüyünüz bu $500 ödəyib, $500 və mənim tələbəm olub. Mənim tələbəm mənim pulsuz videolarımdan əldə etdiyi pul vasitəsilə gəlib mənim tələbəm olub. Yəni mən deyirəm, mən mentor deyiləm, mən tələbə kimi yanaşmıram, mən sadəcə öz analiz üsulumu öyrədirəm, sırf 500 deyə. Hansı ki, o heç vaxt pulsuz yerdə olmayacaq. Belə insanlar da var ki, artıq bu mövzuları öyrəndikdən sonra onlar istəmirlər, gəlib $500 ödəsinlər, deyirlər, mən təqribən ayıma 1000 qazanımsa, 1000 şükür, 1000 bərəkət. Olur belə insanlarda, hamıya uğur, mən paxıl insan deyirəm, hamıya uğurlar, hamıya pul qazançlar. Və mən bilirəm ki, əgər ciddi insan yanaşırsa, öyrənirsə, mənim mövzularımı ciddi məşq eləyirsə, diqqət yetirirsə, tam özü hazır olduqda real balansı keçirsə, əlbəttə ki, o yenə də ciddi yanaşırsa, tələsmirsə əməliyyatdan açmağa, ətraflı danışılıb videolarda, o uğur əldə eləyəcək.